onlara parmağa uluların ruhu gelmişti. Dağılmıştı zaman arasındaki körpüler. Bir anda 100 yıl kocalmıştı körpeler. Sözlerini yaman zemlere değirdiler. Sözlerini satkın evlere değirdiler. Değirdiler gağı sattınız, dağı sattınız, Qarabağı sattınız. Sattınız anaların yolunmuş saçını. Sattınız şanı, laçını. Satqınlıqda gördünüz hayatın əlacını. Şehitlerden soruşdu ölümün şerefini. Qoyunlar desin, bu yurd üçün, el üçün, məşəl olanlar desin. Şehit atası, şehit ailesi, şehit mezarı. Yurdun her güşesinden bazen hıçkırıkla, bazen de gururla söylenen bu sözler, indi bizim her birimizin dilinde seslenir. Azerbaycan'da şehitlik, hürmet ve ihtiramın en âli məqamı seviyesine ucalır. Bir evden, bir ocaktan kopan oğullar, kızlar, tekçe bir evin, bir ocağın yok, bir yurdun, memleketin şehit oğullarına döndüler. Tutulup vahimeden nit bugün dil bu seher. Bezeyip Abşeronu kanlı qərənfil bu seher. Bakı feryad eləyir, ərşə çıxır zil bu seher. Gəmilər nalə çəkir, gözdən axır sel bu seher. Gecəni ateş ilə qırmızı qan eylədilər. Xalqımı, millətimi güllə baran eylədilər. Yüreğimi yürüyen köylerce büründüysen yüreğimi yürüyen pencereme hicran yağmış damcılarına ışlanmış. Hicran yağır, damcılarına ışlatmış. Yağma yağış, yağma yağış, mən görüşətlərəm sirəm. Yağma yağış, yağma yağış, mən görüşətlərəm sirəm. Mən görüşətlərəm sirəm. Ləblərin yalta bənzər, sərasər dişlərin dürdanədəndir. Sevgilim, ləblərin yalta bənzər, sərasər dişlərin dürdanədəndir. Sədəfdə hanından çıxan sözlərin hər bir qeyri xəzanədəndir. Balam, ay canım, yağma yağış, yağma yağış, mən görüşətlərəm sirəm. Yağma yağış, yağma yağış, mən görüşətlərəm sirəm.
sen kalma gel Göçerinde yar gözleyen Sevgilini satma gel Göçerinde yar gözleyen Sevgilini satma gel Yağma yağış, yağma yağış Ben görüşe tələsirəm Yağma yağış, yağma yağış Ben görüşe tələsirəm Yağma yağış, yağma yağış Ben görüşe tələsirəm Ben görüşe tələsirəm Ben görüşe tələsirəm Günlərində, yanvarın 21-də Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək təşkil olunmuş yığıncaqda çıxış edərək xalqla birgə olduğunu bildirdi. 20 yanvar faciəsinə siyasi qiymət verdi. 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışından sonra 20 yanvar faciəsinin baş verməsinin səbəblərinin araşdırılması və onun törədənlərin məsuliyyətə cəlb olunması məsələsi istiqamətində mühüm addımlar atıldı. Bakı şəhərinin ən hündür yerində yerləşən Şəhidlər Xiyabanında Azərbaycanın azadlığı uğrunda mübarizədə şəhid olanların xatirəsinə ucaldılmış möhtəşəm əbədi məşəd abidə kompleksi də ümumilli lider Heydər Əliyevin təşəbbüsü ilə tikilmişdir. Azərbaycan Prezidentinin 2000-ci il yanvarın 17-sində imzaladığı fərmanla 1990-cı il 20 yanvar faciəsi zamanı şəhid olanlara 20 yanvar şəhidi fəxri adı verilmişdir. Baxma ki yollarda duman var, toz var. Qəlbimdə atəş var, dilimdə köz var. Bugün dodağımda tək bircə söz var. Qələbə, qələbə, ancaq qələbə. Doğan günəşlidir, sökülən danın, alar qisasını tökülən qanın, ucaldar başını Azərbaycanın, sarsılmaz rəhbəri, güclü ordusu. Od rəsli, od nəfəsli diyarımsan, ocağına canım qurban Azərbaycan. Əzilsən deyilməyən vüqarımsan, bu sağına canım qurban Azərbaycan. Savaşlardan alnı açıq çıxan zaman tarixlərə bağışladın neçə qurban. Hər qonşuda bir parçası əsir qalan torpağına canım qurban Azərbaycan. Neçə gizli sərvət yatır qucağında, neçə ölkə od aparır qucağından. Azadlığın al rəmzi var bayrağında, bayrağına canım qurban Azərbaycan. Sənə ey yaradanım şükürlər olsun, doğdu göylərimdən sönməz bir günəş. Sevin Azərbaycan, gül Azərbaycan, ey vətən bağçası, sən də güllərəm. Onu zaman seçib nə bəxtiyarıq, mətin addımlıdır, qartal başlı. İradəsi bütöv, məqsədi aydın, tarixdə silinməz onun yaddaşı. Mənim onlar yurdum Azərbaycanım, Heydərə söykənib Heydər də ona. O elə müdrikdir, elə ağıllı, bu vətən onunla gəlibdir cana. Məqsədi, məqamı xalqdır, vətəndir. Qurduğu dövlətin təməli dağdır. Mənim Heydər adlı Azərbaycanım. Yurdum əkizdir, həmişə vardır. Küldə Azərbaycan, gülüşən gül olub, sındı köhnəlin dörd dilsimləri, heykəllər qoyuldu, məktəblər tikildi. Bu imiş o mərdin haqq insanları. Hər uğrun gələcəyə bir yol açır, hər dost elə xoş niyyətin işıq saçır, hər millətə, hər məzhəbə isti atır. Qucağına canım qurban Azərbaycan.
xiyabanını ziyarət etməyə ölkəmizin müxtəlif bölgələrindən minlərlə insan gəlir. Siyasi əqidəsindən, dinindən və dilindən, təhsilindən və tutduğu vəzifəsindən asılı olmayaraq, bu adamlar qanlı cinayətin səbəbkarlarını lənətləyir, şəhidlərin ruhu qarşısında baş əyirlər. Bugün Azərbaycan xalqı cəsur vətən övladlarının qəhrəmanlıq mübarizəsini çox böyük hörmət və ehtiramla əziz tutur, onların igidliyini yüksək qiymətləndirir. Bugün Şəhidlər Xiyabanı bizim and yerimiz, 20 yanvar gecəsi isə düşmənlərimizin nifrət gecəsi kimi yaddaşlara həkk olunacaq. Biz, gənc nəsil, öz xalqının azadlığı uğrunda canlarını qurban edən şəhidlərimizin müqəddəs ruhları qarşısında and içirik. And içirik, and içirik, and içirik. And içirik ki, şəhidlərimizin qanı bahasına qazanılan bu müstəqilliyi qanımızla, canımızla qoruyacaq ümumili liderimiz Heydər Əliyevin dediyi kimi onu daimi, əbədi və dönməz edəcəyik. And içirik, and içirik, and içirik. And olsun xalqımın hər öydünə, Ana laylasına, ana sözünə, Körpənin açdığı dilə and olsun. vətənə and olsun, elə and olsun. Düşmənə nifrətim, qəzəbim sönməz. Düşmən ölmədikcə qəlbim sevinməz. Bununla da 20 yanvar faciəsini həsr etdiyimiz tədbirimiz sona çatdı. Söz verilir məktəbimizin direktor mavini Validə müəllimə. Bilirsiniz ki, Respublikamızın bütün məktəblərində, yəni təhsil ocaqlarında, idarələrdə, müəssisələrdə qarşıdan gələn 20 yanvar faciəsi ilə bağlı tədbirlər keçirir. Bugün bizim məktəbimizdə də bu hadisə ilə bağlı tədbir hazırlanıbdır. 20 yanvar faciəsi demək olar ki, Azərbaycanın səhifəsinə elə bir qanlı hərflərlə yazıldı ki, heç vaxt o yadımızdan çıxmaz. Həmin qanlı gecənin şahidlərindən biri də mənəm. Mən həmin ili Sabunçu rayonunda, Sabunçu xəstəxanasında yatırdım və həmin gecə nələr oldu, xəstəxanalara xəstələri, yəni istər yaralı, istər ölənləri necə daşıyırdılarsa, onları görənlərdən biri də mən idim. Allah o gecəni bir də Azərbaycan xalqına yaşatmasın. Allah ölənlərimizə rəhmət, qalanlarımıza can sağlığı versin. O ki, qaldı bugünkü tədbiri hazırlayanlara çox sağ olun deyirəm. Bu bizim borcumuzdur. Yəni, ölən şəhidlərimizi yaddan çıxartmamaq və gələcək nəsillərə çatdırmaq münasibətilə bu tədbirlər keçirilməlidir. Şagirdlərimiz çox gözəl hazırlayıblar bu tədbiri. Çox sağ olun deyirəm sizə və tədbiri hazırlayan Nərmin müəllimə, Ruhəngiz müəllimə və bu tədbirdə hər bir əziyyəti olan hər bir adama çox sağ olun deyirəm. Gün o gün olsun ki, bizim o üç rəngli bayrağımız Şuşanın uca zirvəsində, Laçınımızda və başqa bu saat əsarət altında olan torpaqlarımızın ən hündür zirvələrində asılsın. Biz burada belə ağır günləri, matəm günlərini yox, sevincli günlərimizi qeyd edək. Çox sağ olun. Filmler sizi